Salam əziz dostlar, mən Rəfiq Orxan. Sizi yeni dərsimizdə salamlayıram. Bu günlərim mən sizə bir proqram haqqında söhbət açacağam. Microsoft şirkətinin hazırladığı Windows əməliyyat sistemlərində adətən hər hansı bir ürək istədiyimiz proqramı kompüterimize tətbiq etdikdən sonra deməli onun silinməsi üçün biz adətən bir yoldan istifadə edirik. Bu hansı yoldur? Və fikirləşirik ki, proqram silinir, amma sən demək həqiqətən o proqram silinmir, sadəcə onun açar hissələri qalır. Həmin silinmə qaydası belədir. Pusk düyməsinə daxil oluruq. Buradan panel upravleniya daxil oluruq. Kimdəsə ekran belə açıla bilər, kimdəsə belə açıla bilər, balaca bir hissə ilə, kimdə isə krupla açıla bilər, yəni böyük bir şəkildə. Burada ən rahat yolu mən sizə göstərim. Udalit proqramı. Burada məhz bunu seçirik biz əsas. Yəni proqramların silinməsi. Nəticədə burada bizim kompüterimizdə istifadə olunan proqramlar açılır və burada ayın neçəsi yüklənib, saat neçəyə qədər demək olar. Hamısı dəqiqə göstərilir, amma buna baxmayaraq biz siləndə hər hansı bir proqramın üstünə gəlirik və nəticədə udalit düyməsini sıxırıq. Beləliklə proqram silinir. Amma proqram özü-özündən silinir belə baxanda. Amma o əslində silinmir. Onun kiçik bir hissəsi ki, sən dərslərimizdə izah elədim mən sizə, gedir ilişir qalır bizim bu lokalni maşın, yəni kompüterimizin beyin hissəsində. Beyin hissəsində ilişib qalır, təmizlənmədiyi üçün. Bunları necə təmizləmək olar? Mən sizə bu gün məsləhət gördüyüm bir proqram var. Recover Unisler proqramıdır ki, bu demək olar ki, bütün proqramları kökündən, açarından belə silir. Əvvəlcədən proqramımızı açırıq. Mən sizin nəzərinizə bir şey çatdırım ki, Recover Pro proqramı adətən pullu proqramdır. Daha doğrusu 30 gün müddətində sizə sadəcə istifadə eləmək üçün şərait yaradır. 30 gündən sonra isə siz sadəcə müəyyən bir pul miqdarında bunun açar hissəsini ala bilərsiniz. Amma bunun hal-hazırda məndə açar hissəsi var. Yəni istəsəniz əgər, yəni mən qeyri-maddi şərtsiz onu sizə təqdim edə bilərəm. Buna görə məndən Facebook adresimi və yaxud YouTube səhifəmə yaza bilərsiniz. Bu proqram nədən ibarətdir? Proqramımız açılır gördüyünüz kimi. Burada iki cür silinmə əməliyyatı var. Birinci silinmə əməliyyatı, fikir verin bura. Yəni proqramların əksəriyyəti demək olar ki, rus dilindədir. Vidit düyməsinin üzərinə gəlirik. Burada rejim axotnika, yəni ovçu rejimi. Ovçu rejimini işə salanda gördüyümüz kimi burada belə bir işarə yaranır. Bu işarə nə deməkdir? Onu sizə izah edim. Deməli, bu işarə ondan ibarətdir ki, bunun üzərinə gətirib, hər hansı bir proqramın üzərinə biz onu tətbiq eləsək, fikir verin, baxın, hansı proqram, hansı paqqalar qeydiyyatdadırsa, o paqqanın adı göstərilir və bunu vuran kimi avtomatik deyir, məsələn, bu proqramı və burada açır onun adına qədər, məsəl üçün, belə deyək, hansı paqqanın içində yerləşdirmək üçün, bilmək üçün svojstva düyməsini sıxırıq, görürük ki, bu D proqramında yerləşir. Bu, belə bir fərqi ilə, yəni bunu silə bilər, udalit edə bilər, belə deyək. Buradan biz çıxırıq, bizə bu lazım deyil. İkinci fərqi nədir? Mən onu sizə göstərim. İkinci bir fərqi isə ondan ibarətdir ki, bu proqramın, məsələn, biz bu günləri siləcəyimiz proqramın adı Hercam, yəni video çəkən bir, belə deyək də, proqramıdır ki, onu siləcək. Budur proqramımız. Onun üzərinə vururuq. Burada fikir verin. Burada var bыстро удалить, var udalit. Biz nə edirik? Biz
sıra udaliti seçmirik. Çünki bu sırf proqramın özündən silir. Biz seçəcəyik udaliti. Deməli, proqramın üzərinə yenə qeyd edirəm. Bir dəfə vurur və udalit düyməsinə sıxırıq. Nəticədə proqram işə düşür. Bunun işə düşməsinin səbəbi biraz gözləməli oluruq. Ona görə gözləməli oluruq ki, burada hal-hazırda əməliyyat gedir. Yəni, proqramı silmək üçün kompüterə sual verilir. Daha doğrusu məlumat ötürülür ki, həqiqətən siz proqramı silmək istəyirsiniz ya yox. Hal-hazırda fikir verin, yazılır Polnu Restar, mən bayaqları qeyd elədim sizə, açar sisteminə qədər proqramı silmə gücünə malikdir bu proqram. Bütün proqramları hətta. Ona görə bu proqramdan istifadə edərkən biraz diqqətli olun. Nəyə görə deyirəm? Burada fikir verin, əməliyyat sisteminin öz proqramları da var. Yəni, o proqramlar ki, belə deyək də, kompüterimizin işinin qabağa getməsi üçün daha çox şərait yaradır. Əgər hər hansı bir silinir, Microsoft şirkətinin proqramlardır. Yəni, orijinal belə deyək də, Radnoy. Onları silsiz və nəticədə kompüteriniz sönər, yanmaya bilər. Belə bir hallar baş verə bilər. Hal-hazırda fikir verin, əməliyyat getdi və xəbərdarlıq oldu və birinci növbədə məlumatı ötürür proqramın özünə. Baxın, görürsünüz, gəlir ki, proqram özü məlumat verir ki, siz bu proqramı həqiqətən silmək istəyirsiniz kompüterinizin yaddaşından yoxsa yox. Biz, bəli, yəni daş düyməsini basırıq, burada yazır, hətta göstərilir ki, 3-cü versiyanın özlərinə qədər hətta. Nəticədə görürsünüz, udalit server faylı. Hal-hazırda bu silindi. Bu proqramın yaddaşına, yəni belə deyək, bizim pusk düyməmizdən daxil olduğumuz və proqramları siləndə, bax, belə bir məlumat gəlir və biz bəli deyirik, silirik, yəni proqram öz yaddaşından özünü təmizləyir, amma bu istifadə edədiyimiz Retroller, yəni proqramı isə, Revo Unser proqramı isə tam əksini görür. Elə bir ki, 2 qat yük görür. Həm birinci proqramı öz yaddaşından təmizləyir, yəni ok düyməsini vururuq, həm də artıq fikir verin, burada sizdə olacaq nöqtə burada, yəni bu orta rejim deməkdir, bu isə ən güclü, bu da isə ən zəif rejim deməkdir də, yəni silmə. Məsləhət görürəm ən güclüyə qoyasınız və skanner veririk, yəni o açarları görək proqramımız, o proqram ki öz-özündən silindi, görək onun qalır, tapır, yoxsa tapmır. Bax, görürsünüzmü? Açar, o proqram özündən silindi, amma bu proqram onun, belə deyək də, ilişib qalan açar hissələrini tapdı. Fikir verirsiniz. Deməli, burada nə edirik? Hamısını işarələmək üçün bu provision. Bütün düymələri seçirik və udalit. Burada yenə məlumat ötürür. Yəni, siz həqiqətən əminsiniz bu papkaların silinməli. Çünki burada fikir verin, açar hissələrdir. Ona görə. Biz deyirik, bəli. Və silinəndən sonra avtomatik 2 papka göstərir bizə. Yəni, bunları da silməyi məsləhət görür bizə. Və yenə də udalit. Yenə də proqram sual verir ki, silməyə əminsiniz, yoxsa yox. Biz deyirik, bəli. Və budur. Proqram bizim kompüterimizdən silindi. Açar sisteminə qədər. Artıq bizim kompüterimiz nə donmayacaq, nə ilişməyəcək. Çünki tam arxayınıq ki, artıq həqiqətən də proqram istər açar hissəsindən, istər öz ana xəttindən, kilidindən silindi. Yenə də qeyd edim ki, bu proqram çox gözəl proqramdır. Əgər maraqlanmaq istəsəniz, Facebook səhifəmizə və yaxud YouTube kanalımıza yaza bilərsiniz. Sağ olun, özünüzə yaxşı.